Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımız ibadət mövsümü sayılan 3 aylar mövzusuna həsr olunub. Mövzunu müzakirə etmək üçün qonağım Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Bakı İlahiyyat Kollecinin direktorunun müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadədir. Faiq müəllim, xoş gördük. Xoş gördük. Faiq müəllim, İslam dinində və digər dinlərdə də buna bənzər nümunələr var. İlin müəyyən dövrləri, müəyyən vaxtlar, müəyyən məkanlar digərlərindən daha üstün görülür. O vaxtlara xüsusi əhəmiyyət verilir. İslam dinində də 3 aylar anlayışı var. Digər aylardan fərqləndirilən bu 3 ay bu ildə yanvarın 1-i, Rəcəb ayının əvvəli yanvarın 1-inə təsadüf edir və il bir baxma bizim üçün də, inançlı insanlar üçün də 3 aylarla başlamış olur. Mən əvvəlcə istərdim buradan başlayaq. İslam dinində 3 aylar nədir? 3 ay deyəndə bunun içərisində hansı aylar nəzərdə tutulur? Bunun müsəlmanlar üçün, inananlar üçün əhəmiyyəti nədən ibarətdir? Əvvəlcə istəyirəm bu məsələyə aydınlıq gətirək. İslam dinində bəzi məkanlar və zamanlar xüsusi əhəmiyyət kəsb edir. Müsəlman üçün zaman çox mühümdür. Ona görə də məsələn namazı müəyyən vaxtlara yayıb Allah Taala. Eyni zamanda bəzi günlər var ki, onlar xüsusi əhəmiyyət kəsb edir İslam dini cəhətindən. Bunların içərisində 3 aylar ən vacibidir. Bu 3 aylara daxil olan aylar əvvəlcə Rəcəb ayıdır, sonra Şaban ayıdır, sonra da mübarək Ramazan ayıdır. Bəzən belə bir məsələ qaldırılır insanlar içərisindəki müqəddəs məkanlar, müqəddəs zaman məfhumu. Əslində İslamda bunu qeyd eləmək istəyirəm ki, Kövsər müəllim, müqəddəs anlayışı sadəcə Allaha aid edilə bilər. Bu zaman və bu məkan anlayışı mübarək olaraq qeyd olunsa çox daha yaxşı olar. Bu mübarək zamanlarda niyə bu qədər əhəmiyyəti kəsb eləyir? Rəcəb ayından başlamaq istəyirəm əvvəlcə. Rəcəb ayının əhəmiyyətindən. Rəcəb ayı 4 haram aylardan biridir. Deməli, Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb. Zilqədə, Zilhiccə, Məhərrəm ayları üçü bir yerdə gəlir və Rəcəb ayı isə tək gəlir. Ona görə də fərd ayı deyilir buna. Rəcəb ayında döyüşmək və hər hansı bir soyğunçuluq eləmək cahiliyyə dövründən etibarən qadağan edilib, haram hesab edilib. Bu təbii ki, hardan qaynaqlanır? Cahiliyyə ərəblərindən deyil. Bəzən düşünürlər ki, cahiliyyə ərəblərinin adətləri, ərəb adətləri İslama daxil olmuşdur. Bu, Həzrət İbrahimin dövründən qeyd olunan bir məsələdir. Yəni, İslamdan əvvəl də bu ayın əhəmiyyəti insanlar tərəfindən qəbul olunub. Bəli, qəbul olunub və İslam da bu gözəl ənənəni davam elətdirib. Həzrət İbrahimə aid olan gözəl ənənəni davam elətdirib. Rəcəb sözünün mənası əslində qorxmaq, hörmət eləmək, təzim etmək deməkdir, təzim göstərmək. Bu da Allahdan qorxaraq döyüşdən, soyğunçuluqdan çəkinmək, qisas almaqdan çəkinmək ayı kimi görülüb. Bu ayda ərəblər daha çox bəzi qurbanlar kəsiblər. Təbii ki, İslamı qəbul edəndən sonra bu cahiliyyə adəti olduğu üçün Rəcəbiyyə qurbanları deyə bunu qaldırıblar. Amma Rəcəb ayında oruç tutmağı saxlayıblar. Yəni, İslamda buna təşviq var. Bundan başqa Rəcəb ayında xüsusi günlər var. O günlərə daha çox fikir verilir. Nə kimi günlər? Burada Rəcəb ayının ilk cümə gecəsində Rəqaib gecəsi var. Rəqaib gecəsi əslində rəğbət edilən şey, bol dəyərli verilən şey mənası daşıyır və bu günü oruç tutmaq məsləhət görülür, dua eləmək məsləhət görülür. Eyni zamanda Rəcəb ayının əhəmiyyəti onun 27-ci gecəsində qeyd olunur. Buna da Meyrac günü deyirlər, Meyrac qəndili və bu Meyrac günü Həzrət Peyğəmbərin Allahın dərgahına qalxdığı gün olaraq qəbul edilir. Beləcə, Rəcəb ayı bu mənada mühüm hesab olunur. Gələk Şaban ayına. Şaban ayda qruplara ayrılmaq, şöbələrə ayrılmaq mənası daşıyır hərfi olaraq və
bir Şaban ayını müəzzəm, müşərrəf və mükərrəm deyə adlandırıblar eyni zamanda. Şaban ayı Ramazana hazırlıq kimi görülür. Ona görə Şaban ayına xüsusi əhəmiyyət verirlər. Və bu anlayış içərisində Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis rəvayət olunur ki, Rəcəb ayı Allahın ayıdır, Şaban ayı mənim ayımdır, Ramazan ayı isə ümmətin ayıdır kimi rəvayətlər var və bəzi zəif hesab olunan və ya biraz sənədində problem olan hədislər də var bu 3 ay barəsində. Nələr eləmək lazım olduğu və ya bu ayların necə keçirilməli olduğu barədə rəvayətlər mövcuddur. Ey iman gətirənlər! Allahdan qorxun. Hər kəs sabah üçün nə etdiyinə, axirət üçün özünə nə hazırladığına nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Qurani Kərim, Həşr surəsi, 18-ci ayə. Faiq müəllim, məncə bu aylar haqqında verdiyiniz bu ümumi məlumatlar çox dəyərlidir. Dediyiniz kimi, İslam ənənəsindən əvvəl də İbrahimin dinindən etibarən gələn bir ənənədir. Bu 3 ayların bizə bugün baxan tərəfi, bizə xitab edən tərəfi əslində insanın o mənəvi zənginləşməsinə aparan yoldur. Sizin də qeyd etdiyiniz kimi 3 ayların sonuncusu Ramazandır. Bu bir baxıma Ramazana hazırlıqdır. Yəni bu 3 aylar insanları artıq qarşıdan Ramazanın gəldiyini xatırlatmaq, insanları mənəvi cəhətdən ona hazırlamaq. Bax, bu mövzuda istəyirəm ki, fikirlərinizi alım. Bu aylar Ramazana hazırlıq baxımından insanların mənəvi təkmilləşməsinə nə şəkildə töhfə verir? Ramazan ayına xəbərdarlıq olaraq gələn bu 3 ayda, bu 3 ay haqqında dedim ki, bəzi rəvayətlər var. Ən məşhur rəvayətlərdən biri Xiratullahi minəş-şuhuri şəhru Rəcəb. Ayların xeyirlilərindən biri də Rəcəb ayıdır deyir. Bunu Peyğəmbər sallallahu aleyhi və səlləmə isnad edirlər. Amma təbii ki, bu cür hədislər tərğib-tərhib, yəni təşviq etmə və qorxutma hədisləri içərisində qəbul olunduğu üçün ibadətlərə təşviq kimi görülür. Sənədi zəif olsa da. Hədis davam edir. Deyir ki, və huvə şəhrullah, bu Allahın ayıdır. Mən əzzəmə şəhru Rəcəb, kim Rəcəb ayını ucaldarsa, uca görərsə, fəqət əzzəmə əmrullah, Allahın əmirlərini də uca görmüş olar. Yəni o ayda ediləcək şeylər də ucaltmış olar. Və mən əzzəmə əmrallah, kim Allahın əmrini ucaldarsa, ədxələhullah cənnətin nəim. Allah onu nəim cənnətinə qoyar. Davam edir hədis. Və əvcəbə ləhu ridvanullah əl-əkbər. Allahın böyük razılığı ona vacib olar, onun üçün olar. Şaban ayına gəlir. Şaban şəhri deyə davam edir hədisdə. Şaban mənim ayımdır, bayaq qeyd etdiyim kimi. Fəmən əzzəmə şəhru Şabanı, kim Şaban ayını ucaldarsa, uca görərsə, fəqat əzzəmə əmri, mənim əmrimi, mənim sünnətimi, yolumu ucaltmış olar. Və mən əzzəmə əmri, kim mənim yolumu ucaldarsa, üstün qılarsa, kuntu ləhu fəratan və zuxran. Ona fil qiyaməti, qiyamət günü ona həmkar yoldaş olaram, köməkçi olaram. Üçüncü qismi bu hədisin, rəvayətin şəhr-i Ramazan deyə başlayır. Şəhr-i Ramazan, şəhr-i ümməti, Ramazan ayı ümmətimin ayıdır. Fəmən əzzəmə şəhr-i Ramazanə, Ramazan ayını kim uca görərsə və əzzəmə hürmətəhu və onun hörmətini ucaldarsa və ləm yəntəhikhu, onu mənfi yöndə istifadə etməzsə, ondan uzaqlaşmazsa, samə nəhərəhu, gün ortasını oruç tutarsa və qamə leyləhu, gecə namazlarını qılarsa, Ramazan haqqında biraz daha hədis uzanır. Çünki Ramazanın əhəmiyyətini vurğulamaq üçün. Və hafizə cəvarihəhu, öz orqanlarını günahlardan uzaq tutarsa, yəni dilini qeybətdən filan
və ya günaha getməkdən xarəcə min Ramadana bu şəkildə Ramazandan çıxarsa və leysə aleyhi deynun, ona heç bir günah olmaz ki yətlubuhullah Teala, ki Allahdan bağışlanma diləsin. Yəni heç bir günahı qalmaz. Burada görürük ki, hər 3 ayın əhəmiyyəti qeyd olunur. Bununla yanaşı həmçinin təsəvvüf və irfan əhlinin də bu 3 aya xüsusi əhəmiyyət verdiyini görmüş oluruq. Məsələn, Zünnun əl-Misri deyilən təsəvvüf ərbablarından birinin belə bir sözü var. Deyir ki, Rəcəb litərkil afat, bəlalardan uzaq durmaq ayıdır. Və Şəban listi'malil ibadat, listi'mali taat deyə də gedir. İtaətə və ya ibadətə yönəlmə vaxtıdır Rəcəb ayı. Şəhr Ramazan deyə 3-cü ayada gəlir. Lintizaril kəramat, kəramətləri görmə ayıdır. Yəni 2 ayın hazırlığından sonra 3-cü ayda onun bəhrəsini, İkramlar, bəhrələr, kəramətini, ikramlarını görmək vaxtı olur və Şaban ayı bu mənada çox əhəmiyyət kəsb eləyir. Şaban ayında hətta bəzi hadisələrin olduğu da qeyd olunur. Məsələn, Həzrət Hüseynin dünyaya gəlməsi kimi xüsusi əhəmiyyət kəsb edən günlər də qeyd olunur və eyni zamanda Şaban ayında bəraət gecəsi olur. Şabanın 15-ci günü çox əhəmiyyətlidir. Bu mənada Peyğəmbərdən sallallahu əleyhi və səlləmdən çox hədislər var bu barədə ki, Şabanın 15-ci günü ya Şabanın ortasına gəlib oruc tutanlar Allah deyir ki, Allahın adından qüdsi hədis olaraq, yoxdurmu məndən əfv diləyən, yoxdurmu məndən ruzi istəyən, ona ruzi verim, onu əfv eləyim deyə, bunu istəyən deyə davam eləyir. Təbii ki, hədis, istəyən yoxdurmu ona bol-bol verim və yaxud da günahların bağışlandığı gün kimi qeyd olunur. Bəraət sözünün mənası da günahlardan bəraət etmək, yəni onu günahlardan yumaq, günahkarı günahlardan yumaq mənasında qeyd olunur. Buna görə də Şaban ayı sanki Quranın nazil olma ayına bir hazırlıq kimi nəzərdə tutulur. Hətta bəzi rəvayətlər, təbii ki, bu rəvayətlər nə qədər doğrudur, bu biraz mübahisə mövzusudur. Bəzi rəvayətlərə görə levh-i məhfuzdan yer üzünə endirildiyi, Quranın endirildiyi bir vaxtdır. Oradan da Ramazan ayında Həzrət Peyğəmbərin qəlbinə endirildiyi bir vaxtdır. Ona görə Şaban ayı Rəcəb ayı qədər, Ramazan ayı qədər əhəmiyyətlidir. Hətta bir hədisdə də ayların içərisində ən yaxşılarından Ramazandan sonra Şaban kimi qeyd olunur. Bu ayları sadəcə bilmək bizim üçün kifayətdirmi? Yəni biz Rəcəb ayına başladıq, Şaban ayına başladıq, indi Ramazan ayı gələcək. Bunu bilmək bizim üçün kifayətdirmi? Yoxsa Ramazana hazırlıq üçün bu aylarda mənəvi cəhətdən eyni zamanda praktik yöndən özümüzü inkişaf etdirməliyikmi? Hədislərdə və Peyğəmbərin buyruqlarında bu barədə nələr var? İstəyərdim buna da aydınlıq gətirəsiniz. Közər müəllim, burada bəzi rəvayətlərdə fərqli fikirlər ortaya çıxır. Eyni zamanda alimlərin də ictihadı nəzərə alınır burada. Ümumi qeyd eləyəcəm. Deməli, Rəcəb ayında oruç tutmağa başlanır deyə rəvayətlərdə keçir. Bəzi rəvayətlərdə Şaban ayını bütünlüklə Həzrət Peyğəmbərin sallallahu əleyhi və səlləmin oruç tutduğu qeyd olunur. Bəzi rəvayətlərdə də Rəcəb Şabanda 3 gün oruç tut, 4 gün daha doğrusu tərk elə deyə və yaxud da orucu tut, sonra tutma deyə bu şəkildə məsləhətlər var ta Ramazan ayına qədər. Amma müəyyən günlər var ki, məsələn, hər 2 ayda, Rəcəb və Şaban ayında bu günlərdə daha çox cümə axşamı kimi, cümədən öncəki gün kimi oruç tutmağın fəzilətli olduğu qeyd olunur. Həmçinin bəzi ibadətləri var. Bunlar təbii ki, alimlərin öz fikrinə aid olan ibadətlərdir. Eyni zamanda təsəvvüf ərbabının qeyd elədiyi ibadətlərdir. Məsələn, bəzi alimlər deyir ki, hər
3 ayın ikisini başdan başa oruç tutmaq insanı biraz Ramazandan soyudar. O zaman bəzən ara vermək məsləhətlidir. Təbii ki, o insandan insana dəyişir. Hətta bir rəvayətdə qeyd olunur ki, Həzrəti Peyğəmbər sadəcə Ramazan ayını başdan ayağa bir ay olaraq oruç tutarmış. Digər aylar Yəni tutmazmış. sırf Ramazana məxsus bir ibadət olduğuna görə onu başqa ayda başdan sona tutmağın Ramazanın bir baxıma o əhəmiyyətini gözdən düşürəcəyinə işarə kimi dəyərləndirilir. Həm də Ramazan ayında oruç tutmaq fərzdir. Şaban və Rəcəb aylarında oruç tutmaq müstəhəbdir. Bu fiziki olaraq insanın zəifləməsinə də gətirib çıxara bilər və vacib olan ibadəti yerinə yetirməsinə mane ola bilər. Bəli, ruhdan da düşmüş olar. Ona görə ara verməyi məsləhət görürlər. Bir də qəza oruçları daha çox bu aylarda tutular. Qəza namazları bu aylarda qılınar. Həmçinin müxtəlif dualar edilər. Əhd duası var və yaxud da Allahdan ruzi duaları filan var. Bu dualar kimi dualar oxunar. Bir də Qəzzalidən gələn rəvayətə görə Şabanın 15-ci günü bir namaz qılınar 100 rükət. Namaz qılınar. Hər Fatihə surəsindən sonra 11 dəfə İxlas oxunar. Təbii ki, bu kimi rəvayətlərin hədislərdə yer aldığını görmürük. Bu sadəcə alimin özünə aid olan bir fikirdir. Bundan başqa bol zikr edib təsbih çəkmək, Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləmin özünə və ailəsinə salavat göndərmək kimi zikirlər var. Və ən mühümü də bolca Quran oxumaq. Quran oxuyub üzərində təfəkkür etmək, nə demək istədiyini anlamağa çalışmaq. Faiq müəllim, siz danışarkən mən Peyğəmbərin bir hədisini də xatırladım. Allahım Rəcəbi və Şabanı bizim haqqımızda bərəkətli et və bizi Ramazana yetişdir deyə dua edərdi və bu duanı möminlərin də təkrar etməsini arzu edərdi. Biz də bu dualara qatılırıq və müsəlmanlar üçün də bu dua vacib bir dualardan biridir. Yəni mütəmadiyyən təkrarlanmalı olan bir duadır. Bu hədisin də əslində bu duanın da mahiyyətinə baxanda bu 3 ayların bir baxıma bir ibadət mövsümü olduğu, bir insanın mənəvi dirçəlişi üçün gözəl bir mövsüm olduğunu deməyə əsas yaranır. Faiq müəllim, mən sizə təşəkkür edirəm. 3 ayların başlanğıcında bu mövzunu insanların diqqətinə çatdırmaqda ətraflı məlumat verdiyiniz üçün və fikirlərinizi bölüşdüyünüz üçün. Minnətdaram, çox sağ olun. Allahım Rəcəbi və Şabanı haqqımızda bərəkətləndir və bizi Ramazana yetişdir deyə dua etdiyi 3 aylar bir ibadət mövsümüdür. Bu mövsümdə bütün inananların ən gözəl şəkildə faydalanmasını, mənəvi inkişafın zirvəsinə çatmasını arzu edirik. Əziz tamaşaçılar, bugün 3 aylar mövzusunu müzakirə etdik. Bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.